Dəyərli şagirdlərimiz və abituriyentlərimiz, bugün adi və onluq kəsirlər mövzumuzun ikinci hissəsindən qarşınızdayıq. Biz birinci hissədə adi kəsirlər mövzusunda toplama, çıxma, vurma və bölmə əməllərinə baxdıq. Daha sonra ədədin hissəsinə görə ədədin tapılmasına, düzgün olmayan kəsirlər, qarışıq ədədlər mövzularına baxdıq. Bugün isə onluq kəsirə, daha sonra saf, qarışıq və dövrü onluq kəsirə, onluq kəsirlər üzərində əməllərə, daha sonra həm adi kəsirlərin, həm də onluq kəsirlərin müqayisəsinə baxacağıq. Başlayırıq onluq kəsirlər. Tam və kəsir hissədən ibarət olur. Məsələn, 6 tam %23. Vergüldən əvvəlki hissə tam hissəmizdir, vergüldən sonraki hissə isə bizim kəsir hissəmizdir. Daha sonra onluq kəsirlər iki yerə ayrılır. Dövrü onluq kəsirlər və dövrü olmayan onluq kəsirlər. Dövrü onluq kəsirlər, məsələn, 0 tam dövrdə 2. Bu nə deməkdir? Bu o deməkdir ki, 0 tam 2 dövr eləyir. Yəni, mötərizənin içərisindəki hər bir ədəd sonsuza dək dövr eləyir. Ona görə bunu qısa şəkildə yazmaq üçün 0 tam dövrdə 2 kimi işarə olunur. Və yaxud başqa cür. Tam olduğu kimi qalır. 25'lər dövr eləyəcək. 25 davam eləyəcək. Bir də var qarışıq dövrü onluq kəsir. Bu saf dövrü onluq kəsiridir. Üzr istəyirəm, bayaq deməyi unutdum. Bu saf dövrü onluq kəsirdir. Çünki mötərizə ilə vergül arasında heç bir rəqəm yoxdur. Amma əgər ki 0 tam 5 dövrdə 4 olsa, buna qarışıq dövrü onluq kəsir deyəcəyik. Çünki burada vergüllə mötərizə arasında hər hansı bir rəqəm var. Bu o deməkdir ki, burada tam olduğu kimi qalır. 5 dövr etmir, amma 4 təkrarlanır. Və yaxud başqa cürünə baxaq. 3 tam 4 dövrdə 6. Yenə tamımız və 4 olduğu kimi qalır. 6 dövr edir. Bəs biz bu cür olan onluq kəsirləri necə adi kəsirə çevirək? Birinci baxaq ümumiyyətlə onluq kəsir adi kəsiri necə çevrilir? Məsələn, 0 tam %25. 0 tam %25 dedim. Mən bunu adi kəsirə çevirəndə bilirəm ki 0 tam yazılmır. %25 dediyimi yazıram. %25. Hər tərəfdə 25 ixtisar getsə cavab olur 4də 1. Və yaxud 6 tam onda 2. Bu zaman tam hissə var burada. Tam hissəmiz nədir? 6 tam onda 2. 10-la 2 də ixtisar getsə 6 tam 5də 1. Və yaxud əksinə. Adi kəsirləri onluq kəsirə çevirək. 5də 2. Bunun üçün nə edirik? Sürəti məxrəcə bölürük. 2-ni 5-ə bölürük. 2-ni bölək 5-ə. 0 tam 20'nin içində də 5 4 dəfə. Aha, cavab oldu 0 tam onda 4. Və yaxud bir başqasına. 1 tam 8'də 6. Tam olduğu kimi qalacaq. Biz indi 6'nı 8'ə bölməliyik. 6'nı 8'ə bölək. 0 tam 60. 60'ın içində 8. 7 dəfə. 56, 40'ın içində isə 5 dəfə. Deməli cavab 1 tam, üzr istəyirəm, %75. Çünki 0 tamın yerində burada 1 tam dayanıb. Aha, indi keçək dövrü kəsirləri necə adi kəsirə çeviririk. Məsələn, 0 tam dövrdə 5 və 0 tam dövrdə 4, dövrdə 5. Bunları necə adi kəsirə çeviririk? Mötərizənin içindəki rəqəmlərin sayı qədər məxrəcə 9 yazılır. Mötərizənin içində nə yazılıbsa onu da yazırıq sürətə. Cavab oldu 9'da 5. Ancaq qarışıq dövrü onluq kəsirdə nə edirik? Mötərizənin içindəki ədədin sayı qədər 9 yazıram. Mötərizə ilə vergülün arasındakı ədədlərin sayı qədər 0 yazıram. Bir dənə ədədim var deyə bir dənə 0 yazıram. Sonra burada gördüyüm ədədi yazıram 45. Çıxıram. Vergüllə mötərizə arasında olan ədədi 45'dən 4 çıxıram. Olur 90'da 41. Və yaxud başqasına baxaq. 3 tam 2, 6. Aha.
3 tam olduğu kimi yerində qalır. Mötərizənin içində bir dənə rəqəm var, 9. Mötərizə ilə vergülün arasında bir dənə rəqəm var, ona görə 0. İndi hansı rəqəmi görürəm? 26-nı. 26-dan çıxacam vergüllə mötərizə arasındakı rəqəmi, yəni 2-ni. Bu da olur 3 tam 90-da 24. Sonra hər tərəfə 6 ixtisar apara bilərsiniz. Daha sonra bu cür ifadələr verir. Bunu necə yazırıq? A tam 9-da B və yaxud A tam dövrdə BC olarsa yazıram A tam 99-da. Çünki mötərizənin içində 2 dənə rəqəm var. Ona görə 2 dənə 9 yazıram və sürətdə də BC. İndi isə keçək adi kəsrlər, üzr istəyirəm, onluq kəsrlər üzərində əməllərimizə. Toplama, çıxma, vurma və bölmə əməllərimizə. İlk öncə başlayaq toplama əməlində. Nümunələr üzərində baxaq. 0,64 üstəgəl 0,3. Bunu necə hesablayırıq? 0,64 üzərinə gəl 0,3. Vergülün altından vergül yazılmalıdır. İndi burada baxıram ki, 3-ün yanında bir dənə ədəd çatışmır. Çatışmayanların yerinə 0 əlavə edə bilərik. Bunu da toplayanda 6-6, 0,94. Şagird bəzən çaşır bunun cavabını 0,67 yazır. O səhv bir fikirdir. İndi başqasına baxaq. 1,5 üstəgəl 2,75 bərabərdir. Yəni 6-6 yazaq. 1,5 üstəgəl 2,75. Yenə çatışmayan yerə 0 əlavə elədim. Toplayanda 5, 12, 3, bir də yadda 4. Cavab oldu 4,25. Daha sonra çıxılmasına baxaq. Çıxılmasında məsələn 0,94 çıx 0,86. Yenə 6-6 yazım. Daha rahat yəni izah eləmək üçün. Baxaq. 6-6 çıxıram normal adi rəqəmlərdəki kimi, ədədlərdəki kimi. 14-dən 6, 8, 8-dən 8, 0, 0. Cavab oldu 0,8. Daha sonra başqasına baxaq. Məsələn, 0,6-dan çıxanda 0,80, üzr istəyirəm. 0,8-dən çıxaq 0,67-ni. İndi 0,8 çıx 0,67. Yenə çatışmayan yerlərə 0 əlavə olundu. İndi çıxım. 10-dan 7 çıxanda 3, 7-dən 6 çıxsam 1, 0 da düşdü yanına. Oldu 0,13. Daha sonra vurulmasına baxaq. Bir tam ədədi vurum hər hansı bir onluq kəsrə. 9-u vurum 0,45-ə. Bunun ən asan yolu ilk öncə vergülə fikir vermədən 9-u 45-ə vurum. Cavab elədi 405. Yazdım. Mənim vergüldən sonra neçə dənə ədədim var? 2 dənə. Ona görə sağdan başlayaraq 2 dənə rəqəmdən sonra vergül atıram. Cavab olur 4,5. İndi bir başqasına baxaq. 0,2-ni vuraq 0,3-ə. Normal olaraq vergüllərə nəzər yetirmədən 2-ni 3-ə vururam. Cavab olur 6. İndi baxıram. Vergüldən sonra mənim neçə dənə ədədim var? 1, 2, 2 dənə. O zaman mən nə edirəm? Sağdan başlayaraq 2 dənə rəqəmdən sonra 0 qoyaram. Çatışmayan yerlərə 0 əlavə edərəm. 1, 2, 0. Çatışmayan yerlərə özümüzdən 0 əlavə edə bilərik. Və 2 dənə də vergüldən sonra ədəd olduğuna görə sağdan başlayaraq 2 rəqəm sonra da vergülümüzü qoyuruq. Daha sonra keçək onluq kəsirlərin bölünməsi əməlinə. Bölünmə də vurma kimi çox rahatdır. İndi hər hansı bir tam ədədi götürüm. Bölüm 0,5-ə. Bunun da ən rahat yolu hər iki tərəfi 10-a vursam, vergüllərdən azad ola bilərəm. Hər tərəfi bunu 10-a vursam, cavab olur 2000.
Bunu 10'a vursam olur 5. Aha. İndi hesablaya bilirəm. Cavab olur 400. Yəni eyni zamanda bu bölmə əməlində hər iki tərəfi 10'a, 100'ə, 1000'ə vurub vergüllərdən azad edib bölmək mənə görə çox rahatdır. İnanıram ki, sizə görə də bu eynən belədir. Başqa bir nümunəyə baxaq. Məsələn, 0,96-nı bölüm 0,8'ə. İndi mən hər tərəfi neçəyə vurum ki, mənim bölməyim daha rahat olsun. Əlbəttə ki, hər tərəfi 100'ə vururam. 0,96'nı 100'ə vuranda cavab 96 eləyir. 0,8'i 100'ə vuranda cavab eləyir 80. Aha, indi 96'nı 80'ə böləndə gəlin bölək, belə baxaq, yəni şəkildə. Bir dəfə 80. 16, 0 yanına düşəndə 160. Ona görə 1 tam atıb 1,2. Cavab oldu 1,2. Daha sonra onluq kəsirlərdə 10'a 100'ə vurmaq, 10'a 100'ə bölmək kimi əməllərin asan yolunu sizə başa salmaq istəyirəm. Tutaq ki 0,2 vur 10, 0,2 vur 10, 0,2 vur 100, 0,2 vur 1000. Aha, 10'a 100'ə 1000'ə vurma zamanı bu 10, 100, 1000'də neçə dənə 0 varsa, vergül onun sayı qədər sağa çəkilir. 10'da neçə dənə 0 var? 1 dənə. Ona görə vergül bir vahid sağa çəkiləndə rəqəmimiz nə olur? 2. İndi burada da 10'da bir dənə 0 var. Vergül bir dənə sağa çəkiləndə olur 0,2. Daha sonra 100'də 2 dənə 0 var. İndi burada bir dənə vergül gəldi bura. Sonra bir dənəsi çatışmayanda 0 əlavə eləyirəm yerinə. Olur 20. İndi burada 0,2. 3 dənə 0'ım var. 3 dənə gəlməlidir. 0,2'dən sonra 1 dənə gəlir, 2 dənə gəlir, 3 dənə gəlir. Çatışmayan yerlərə 0 eləyirəm. Cavab olur 200. Daha sonra baxırıq bunun tərsinə, yəni bölmə əməlinə. 2'ni bölüm 10'a, 2'ni bölüm 100'ə, 2'ni bölüm 1000'ə, 0,2'ni bölüm 100'ə. Aha, bu dəfə tərsinə. Bayaq vuranda vergül sağa gəlirdisə, indi böləndə isə vergül sola gedəcək. 10'da bir dənə 0 var. Vergülü də buradan axırdan götürürük. Bir dənə vergülə görə bir dənə 0 rəqəm bura gələcək. Vergül düşəcək bura. O da olur 0,2. 100'ə böləndə 2 dənə rəqəm gəlməlidir. 1, 2 dənə gələndə onda burada bir dənə də 0 əlavə olunmalıdır ortaya. 3 dənə 0 olanda 2 dənə 0 olacaq ortada. İndi 0,2'ni 100'ə böləndə indi bir dənə gəlir, 2 dənə də gələndə burada bir dənə də 0 olacaq, sonra vergül. Yəni 0,002. Aha, belə. İndi isə baxaq 0,1 100'də 1'ə vurma və bölmə əməlinə. 20'ni vururam 0,1'ə. 200'ü vururam 0,1'ə. 2000'i vururam 0,1'ə. Aha. 0,1, 100'də 1, 1000'də 1'lərə vuran zaman isə vergül ədədimizdə vergüldən sonra neçə dənə rəqəm varsa, o qədər vergül sağa sürüşür. Aha. İndi 20'ni 0,1'ə vuranda, üzr istəyirəm, vergül sola sürüşür. 20'ni 0,1'ə vuranda, vergül burada da sola sürüşdü, düşdü bura. Olur 2. Aha. Daha sonra 200'ü 0,1'ə vuranda, vergülümüz buradadır. Bir dənə sağa sürüşdü, oldu 20. Daha doğrusu sola sürüşdü. Daha sonra vergüldən sonra 3 dənə rəqəmdir. Vergül 3 dəfə sola getdi. 1, 2, 3. Gəlib burada dayandı. O da oldu. Cavab 2. İndi bölmə əməlinə baxaq. 2'ni bölək 0,1'ə. 2'ni bölək 0,1'ə. 20'ni bölək 0,1'ə. 0,1, 100'də 1, 1000'də 1'lərə bölən zaman isə vergüldən sonraki rəqəmlərin sayı qədər o rəqəmə sıfırlar artırılır.
Vergüldən sonra 2 dənə rəqəm var. O zaman 2 dənə 0 artanda oldu 200. Vergüldən sonra bir dənə rəqəm var. O zaman bir dənə 0 artırılacaq, olacaq 20. Vergüldən sonra bir dənə rəqəm var. Buna da bir dənə 0 artırılacaq, olacaq cavab 200. Daha sonra keçirik müqayisəyə. Həm adi kəsirlərin, həm də onluq kəsirlərin müqayisəsinə baxacağıq. Birinci başlayaq adi kəsirlərdən. Nümunələrimizi yazım ilk öncə. Aha, 5-də 12, 5-də 10. Ay, üzr istəyirəm. Belə yox. 12 böl 3. Bir də məxrəcləri və sürətləri fərqli olanlara aid nümunə yazaq. 3-də 4. Aha, bu 3 nümunə üzərində biz adi kəsirlərin müqayisəsini öyrənmiş olacağıq. İlk növbədə məxrəcləri bərabər olan kəsirləri müqayisə edən zaman sürəti böyük olan kəsir böyükdür. Sürəti kiçik olan kəsir kiçikdir. Daha sonra sürətləri bərabər olan kəsirlərdə məxrəci böyük olan kiçikdir. Kiçik olan isə böyükdür. Məxrəc və sürətlər fərqli olarsa, bu zaman biz ortaq məxrəcə gətirməliyik. 6 ilə 3-ün ortaq məxrəci bilirik ki, 6-dır. O zaman bu 6-da 5 olduğu kimi qalır. Bunu da 6-ya gətirəndə olur 6-da 8. İndi məxrəcləri bərabər olan kəsirləri dedik ki, müqayisə eləyəndə sürəti böyük olan böyük olur. O zaman 3-də 4, 6-da 5-dən böyük olur. Deməli, məxrəclər bərabər olan zaman sürəti böyük olan böyük, kiçik olan kiçik olur. Sürətlər bərabər olan zaman məxrəci kiçik olan böyük, böyük olan kiçik olur. Sürət və məxrəc fərqlidirsə, bu zaman ortaq məxrəcə gətirib, məxrəcləri bərabərləşdirib, sürəti böyük olan böyük, kiçik olan isə kiçik götürürük. İndi isə onluq kəsirlərin müqayisəsinə baxaq. İndi müqayisə aparaq. Tam hissələr bərabərdə kəsir hissələrə baxıram. 6, 3 hansı böyükdür? Təbii ki, 0,6. Belə, 0,2, 0,45 hansı böyükdür? Təbii ki, 0,45. Çox adam çalışır bu tipdə ən əsas 0,16-nı böyük götürür ki, 2 rəqəm var burada. Xeyr, biz bilirik ki, onluq kəsirlərdə vergüldən sonra istədiyimiz qədər 0 əlavə eləyə bilirik. Onun heç bir mənası dəyişmir. O zaman 0 əlavə eləyəndə, rəqəmlərin sayını bərabərləşdirəndə hansı rəqəm böyük olur? Təbii ki, 0,2. Bu cür veriləndə çalışıb bərabərdir götürərsiniz, elə deyil. Burada görürük ki, dövrü onluq kəsir verilir. Biz ona görə birinci bunu adi kəsir şəklində yazırıq. 3,9-da 4. Bu isə 3,10-da 4-dür. Baxırıq, tam hissələri bərabərdir. Sürətləri də bərabərdir. Məxrəclərə görə müqayisə edirik. Bilirik ki, sürətləri bərabər olanda məxrəci kiçik olan böyük olur. Bugünlük bu qədər. Adi və onluq kəsirlər izahı 2 hissədə bitirdik. Gələn dəfəki izahımız faiz, nisbət, tənasüb barədə olacaq. Videonu bəyənib abunə olmağı unutmayın. Bütün təklif və tələblərinizi videonun sonunda qeyd edə bilərsiniz. Hələlik.